7 körpənin yanaraq dünyasını dəyişdiyi perinatal mərkəzin keçmiş rəhbəri 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı qərar bugün Bakı Ağır Cinayətlər Məhkəməsində verilib. Hökmə əsasən perinatal mərkəzin rəhbəri olmuş Mehriban Abbasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan keçmiş rəhbər məhkəmə zalında həbs edilib. Xatırladaq ki, 2024-cü ilin yanvarında perinatal mərkəzdə baş verən yanğında 7 körpə dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb. Faktla bağlı mərkəzin şöbə müdirləri olmuş Elnur Əhmədli və Hamlet Mustafayev də 5 il 2 ay və 5 il 8 ay olmaqla azadlıqdan məhrum ediliblər. Azərbaycanın tanınmış blogerləri Taylandda qəzaya düşüb. Blogerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət üçün getdikləri Taylandda moto qəza keçiriblər. Hadisə nəticəsində Vahid Həsənovun 9 qabrğası, körpücüyü sümüyü sınıb və çiynində çat müəyyənləşdirilib. Onun həyat yoldaşı Həsti Həsənova isə qəzadan yüngül bədən xəsarətləri ilə xilas ola bilib. Qeyd edək ki, cütlüyün ərsəyə gətirdiyi kontentlər ölkəmizdə maraqla izlənilir.